Əlsəm müəllim, xoş gördük. Çox sağ ol. Əlsəm müəllim, sizin ən böyük sevdiyiniz dahi şəxsiyyətlərdən biri də Üzeyir Hacıbəyovdur. Həmişə onun haqqında yüksək fikirlər səsləndirmisiniz. Daha biri yox, birincisi. Bəli. Birincisi. Və soruşmaq istəyirəm ki, Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti, incəsənəti və musiqisi üçün nələr eləyib? Üzeyir Hacıbəyovsuz olmasaydı eğer Azerbaycan hiç ne olardı? Eğer indi bugün dünyada hardasa nese Üzeyir Hacıbəyov Azerbaycan için nedirse ancak bunun sayesinde Azerbaycan hardasa biraz hürmet kazanırsa ancak Üzeyir Hacıbəyov'un Sayəsində. varlığı sayesinde. Təsəvvür elə ki, dünyada Çin'de bütün opera tiyatro var, bütün dünya böyük tiyatronu. Bu tiyatroda da eserler orijinalde oynanılır. Ne de bizde de evveller orijinalde. Sevilla Berberi ben eşitmişim Azerbaycan dilinde. Baba bu nazadı okuyardı Azerbaycan'da. Gelirim, Azerbaycanca operalar okunurdu. O vaxtlar. İndi belə şey yoxdur da, moddur. Təsəvvür elə ki, Çin diline kim dünyanın 20. əsr en nəhəng 5 şəxsiyyətindən biri olan Çin'in Mao Zedong Arşimalı'nın pərəstişkarı idi. Pərəstişkarı. Ve onun tapşırığı ilə Arşimalı'nın Çin diline tercüme olundu ve Çin dilinde Pekin Opera Tiyatrosu'nda tamaşaya koyulub. 2 defa muhtelif dövrlerde. Mesela bir defa bir de 10 yıl sonra gene bir defa. Ve bütün o evvelki tamaşalarında Mao Zedong gelip oturur. Mao Zedong gelip oturup 1. sırada lezzet alın. Bunu göndermişler 3 tane Arya oradan buraya Azerbaycan Radyosu'na yani olsun ki bizle tamaşaya koyulup. Biri de orada Gülçören'in Aryası, elegiyasıdır. Ve hele ben de bu elegiyanı ne kadar okuyublar, kim okuyubsa dünyada hamısını eşitmişim, bende vardı. En güzeli okuyan hemen o Çin kızıdır. Çin güzeli nece bunu okuyor. Acım oydu, dedim o. Nece güzel okuyordu. O bende hala indi de kalır o. Bilmem ne radyoda kalıp ya yok. Yani ki Üzeyir Hacıbəyov belə Üzeyir var. Üzeyir Hacıbəyov yazıb ki o var. 13-14. ildə ben bütün dünya ölkələrinin arşimalılarının tərcümə edilməsini mən siz onu qadağan edirəm. Heç buna qulaq asmıyor. Bütün dünyada Bakıda tamaşaya koyulandan 1 yıl sonra bütün dünya ülkelerinde tamaşaya koyulup ve tercüme edilir. Bütün dünya dillerine. O dövrde 48 dile. Böyle şey yok diye dünyada mucizedir. Hiçbir böyle bir bədii eser, bir opera, bir eser yoktu ki Arşimalı'nın kimi öz-özünə stixini bütün dünya dillerine tercüme olup ve tamaşaya koyulsun. Fransızca hamısı. Amerika'da ise bu işi bir Ermeni götürüp boynuna ama Ermeni eseri kimi. Her yanda gelir Koroleva Armyanski operet. Ermeni operalarının kraliçası. Arşin'da bir demir ki biri soruşmuş ki abi niye bu Arşin olan sözleri akıttı? Türk sözüdür, Ermenidir. Şimdi ondan maraklanan. O cürden milyonlarla pul kazanır. Bir Amerika şehirlerinde tamaşaya koyulup Ermeni eseri kimi daha adam böyle pul kazanıp bu da Azerbaycan'a da haber çatıp hemen bizim şanlı Mücahir Bağırov cana doğu bunu okuyur, eşidir de her yerde. Dedim Stalin'in yanına gidende deyip ki Tabar Stalin bu yaburçuluğu Ermeni götürüp burada tam 45. ilde. Tamaşaya koyulur, Ermeni eseri kimi her yanda da kabul edilir. Bu
Stalin de Erşin Mallar'ın pərəstişkarıydı axı. Sovet İttifaqında Erşin Mallar'ın ve Köroğlu Operası'nın en büyük pərəstişkarı Stalin idi. Stalin deyib ki, Müzəfər, biz indi Amerikaya bu dövlət işi kimi münasibət eləyənmərik. Biz onunla qardaşıq, bizə nə qədər kömək eləyiblər, onu bilsin ki sən müharibədə Amerika, eşşək Amerika, SSRİ'ye nələr verməyib da dünya, iğnədən tutmuş, tongdan, təyyarədən tutmuş iğnəyə qədər milyard manat düzdür, sonra pulları aldı, amma dəxli yoxdur. Onun sayəsində Stalin qalib gəldi. SSRİ qalib gəldi, Amerikanın köməyi sayəsində. Belə çıxır ki, Üzeyir Hacıbəyev tanımadığı ermənini milyonçu eləyib də. Milyonçu elib o heç. İndi milyonçu elib ondan bir nəfər barışmayan vardı, o da Bağırov. Stalin deyib ki, biz onlara heç nə eləyənmərik. Mən sizə deyim, çıxış yolun, deyir, Tavaş Stalin skajirdi, deyir, gedin tez kinoya çəkin. Nə qədər onlar çəkməyib, gedin tez kinoya çəkin, yayılacaq dünyaya, o öz-özündən ifşa olacaq, ölüb gedəcək. Hə, ağlına gəlim, nə lazımdır, gedin, nə lazımdır, mən tapşırıb, zəng vurub, buraxıblar pul, Erşin Mallar çəkildi 45-ci ildə ildırım sürəti ilə. Rəşid Behbudov 30 yaşında, Leyla Bədirbəyli də o da 25 yaşında. Lütfəli Abdullayev. Və o bursilər də hamısı çəkildi. Əsər getdi, bütün dünyanı gəzdi, bütün dünya dillərində göstərildi. Erməni o Süfyan da öz-özündən onun mifi dağıldı, məğlub oldu, gördülər da bu əsər bunundur, bunlarındır. Üzeyir Hacıbəyevlə bağlı bir sual verəcəm. Onun ölümü ilə bağlı ki, güya öldürülüb. Doğru söhbətdir, yoxsa mifdir? Yox, bunu bilmirəm. Stalin Bağırova heç kim əl qatmaz. Heç kim inanmıram. Ən onun xoşu gəlmədiyi adam öz qohumu olan Niyazi olub. Güya qardaşının oğulluğu olub o. Zülfüqar Hacıbəyevin oğlu. Və başqaları da filan. Düzdür, məsələn, Stalin Bağırov deyib ki, təzə opera yazırmış, Leyli və Məcnun. Bərabərəm təzə bunu yazırmış, operanı təzdən. Leyli və Məcnunun yeni varyantını yazırmış, müasir opera. Da orada muğamzad olmayacaqmış, muğamlar ləğv olun. Bunu birinci yazır bunu. Deməli, Məcnunun atasının aryası. Bərabərəm dediyim arya. Bunu hamı deyir ki, ay Üzeyir bəy, eyni zamanda bülbül də zətdə hamı deyir ki, sən eləmə. Qoy o Leyli Məcnun elə belə qalsın. Bunun birinci dər, muğam var, nə olar, ayrı musiqilər də var filan. Nəysə bunu ya məcbur eliblər, ya qolaq asıb, axırı bundan əl çəkib bu fikirdən. Həman bir dənə arya qalıb yeni Məcnun operasında. Amma inanmıram ki, Üzeyir Hacıbəyevi kimsə zəhər qatsın, öldürsün, dedilər. Buna inanmıram. Amma onu çox əsəbləşdiriblər də, mübahisə eləyiblər. Həman o Niyazdır. Məsələn, Erşin Mallar'ın filminin, 46-cı ildə çəkilən gözəl filminin Niyazi onun musiqi rəhbəri də, avtomatik olaraq hər filmin musiqi rəhbəri olur. Üzeyir Hacıbəyev gedəndə ki, orada durub burada belə, bunun belə. Bu da durup bütün bu aryalarda da hamın darom heç nə eləyib. Heç nə. Başlıyor o melodiyalar gözəlliyi, Üzeyir'in gözəlliyi melodiyalarda. Melodiyalar Allah'ıydı. Melodiyalar Allah'ı dünyada. Allah özü heyran idi. Üzeyir Bey'in melodiyalarına Allah kulaq asırdı. Her Üzeyir Bey yarananda Allah köylərin 7. qatında dirsəylənib ləzzətlə qulaq asırdı. Ona görə Üzeyir Bey'i öldürmək fikri yoxdur. Amma onu cana yığırlar, mübahisə edirlər. Üzeyir Bey xəstələnir. Onun xəstəliyində diabet idi. Var idi, biraz əvvəl var idi. O artı, bir də ayılıb görürlər ki, bu artıq həddin aşır. Üzeyir Bey'in yaxşı deyil vəziyyəti. Nə eləyək? Mircəhər Bağırı çağırır bütün akademikləri. Mirzə İbrahimov, nə bilim, Topçubaşov, nə bilim, kimlər
onda vardı, bulardı da ölçənir. Çağırır ki, bəs nə eləyək Üzeyir bəyin vəziyyəti bu cür ağırdır, nə eləyək? O yan bu yan deyir, nə eləyəcək? Yaxşı bir zat tapaq. Bizə Allah'a şükür doğuludur profesör həkim. Bir dənə həkimi, profesoru təyin eləyək ona. Oturub ondan gecə gündüz onu müalicə eləsin də. İndi diabet elə bir, onda biraz çətin idi, indi lap asandır. Amma sağıldar da onu, hə. Nə eləsələr yaxşıdır bu akademiklər dəstəsi. Bizim akademiklər dəstəsi, yəni bərabərdir eşşəklər dəstəsi. Bu eşşəklər dəstəsi belə qərara gəldi ki, bunu verək Erməni Osipyana, kimdir familiyası, Osipyana verək, o müalicə eləsin. Profesor Osipyan, diabet üzrə həkimdir, ən yaxşı. Bunu verək, o bunu müalicə eləsin. Hə, akademiklər, Mirzə İbrahimov, o bursi, bu bursi, Topçubaşov, nə bilim, kimlər vardısa orada akademik, o da öyrənə bilərsiniz. Kimlər? Bunlar qərar çıxardırlar ki, bəs bunu verək Osipyana müalicə eləsin. Osipyan da göydə gözləyir belə şeyi. Gəlir, Üzeyir bəy heç nə yemə. O öz-özündən müalicə olunur, gələcək. Üzeyir bəyin yeməyini kəsir. Bir gün, 3 gün, 5 gün, 10 gün, bir də cüzi miqdarda da, yəni cüzi az qalır paşdı. Güya aclıqla var. Bir də bağlı vay Üzeyir, ana vay ölür, xəbərsiz bağırır, necə bağırır, dəli olur. Sonra ermənlər tavarış bakır, bunun üstünü bu cürdür, aclıqla mən də bu cür. Erməniyə toxunmaq olardı. Vonası da, vonası da nə xeyri var. Nə eləməyə göndərək xarici ölkəyə, ora bura, indi göndərirlər. Göndərirlər xarici ölkələrə, Fransaya, hara bura, onlar da baxı deyirlər, pozun, geçdi. Və nəticədə Üzeyir Hacıbəy 63 yaşında Allah'ın oturup her gün dinlediği, musikilerin dinlediği bir adam, 63 yaşında ölür. Onun yadındadır ölümün gazetleri, Lənkəranda uşaqdım. 13 yaşım vardı ama gazette gördüm böyle. Bütün buna həsr olunub. Onda bütün gazetler sayfaları Üzeyir Bəy dünyanın her yerinden sağlıklar, her yerinden. Ya Allah ne kadar. Əvvələn 45'te onun jubileyinde de böyle çok tantanarlı jubiley oldu, güzel. Jubiley oldu. Her yandan akıp geldiler. Xaçatür yanından, Şostakoviç'ten zaten hamısından tutmuş. Yani dəfnində də daha dünyanın her yerinde. Bu cür. Təşəkkürlər, çox sağ olun Əlsəm müəllim, minnətdaram sizə.